Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə iframe haqqında danışacağıq və bunun istifadəsini sizə göstərmiş olacağam. İlk öncə Ctrl-B edərək sol tərəfə bağlayıram. Baxın, A-frame, iframe, A-frame ikisini də deyə bilərsiniz. Deməli, baxın, bu formada yazırıq, iframe gəlir bizim üçün. Və burada src hissəsi gəlir, burada da from border hissəsi gəlir. Yəni, border kənar xətlərinin və s. əlavə olunmasıdır. Yəni, bunları göstərməyəcəm, çox fikrinizi qarışdırmaq istəmirəm. Zaten bunu istifadə etdiyiniz zaman bununla bağlı çox məlumat əldə etmək olacaq. Mən əsas istifadəsini sizə göstərmiş olacağam. Yəni əlavə məlumatlarla sizi yükləmək düzgün olmaz. Burada src hissəsində təbii ki, src atributunu artıq biz bilirik. iframe-də də bu formada istifadə olunacaq. Hər hansı bir veb saytın deməli biz linkini bura versək, iframe içərisində bizim veb saytımızda müəyyən bir yerdə, yəni bizim HTML səhifəmizdə müəyyən bir veb sayt render olunub göstərmiş olacaq. Iframe, yəni frame ilə gəlir, çərçivə mənasında. Məsələn, biz istəyirik ki, tutalım bu hissədə başqa bir veb sayt gəlib burada render olunsun, görsənsin. İndi gəlin bunu necə edə bilərik? Elə birbaşa göstərək. Tutalım mən bura araşdırma edirəm. Baxın, HTML Wikipedia yazıram. Bu bəzi veb saytlar çünki icazə verir, bəziləri icazə vermir. Wikipedia buna icazə verir. Ona görə Wikipedia üzərindən yoxlayıram. Bura klik edirəm, daxil olandan sonra belə bir URL formalaşır burada, elə deyil. Bunu Ctrl-A eləyirəm, Ctrl-C eləyirəm, buradan götürürəm və buna da X da verə bilərəm, amma vermirəm. Keçirəm öz səhifəmə. Burada src hissəsinə gətirib yapışdırsaq bunu, Ctrl-S eləsək, baxın, bizim deməli Wikipedia burada gəlib render olundu, görsəndi. İndi bunun ölçüləri kiçik idi, fikir verdinizsə. Gəlin bunları sizinlə bir yerdə düzəldək. Məsələn, width desək əgər, width-lə height-in istifadəsini artıq bilirik də biz. Məsələn, 500 desək, enliyi 500 olsun. Height də desək əgər, bu da məsələn 600 olsun. Ctrl-S edirəm, artıq bu formada görsənmiş olacaq. Fikir verin, iframe içərisində Wikipedia gəlib render olunmuş oldu və burada məlumatlara baxa bilirik. Burada məsələn kiçik veb saytda sanki burada belə deyə bilərik, veb sayt içərisində. Burada araşdırma edə bilərik və s. digər bir şeylərə baxmaq mümkündür. Məsələn, burada menü hissəsinə baxmaq olar. Bu, hər hansı bir veb saytın iframe ilə gətirib istifadə olunmasıdır. Yəni, bunun istifadəsini görəcəksiniz. Amma, məsələn, gedib Amazonu və s. yoxlasanız, görəcəksiniz ki, icazə vermir. Çünki orada domain fərqi olduğu üçün iframe içərisində render olunmağa həmən o Amazonun özü icazə vermir. Okay? Ona görə bəzi veb saytlarda bunu, belə deyə də, bunun cavabını, nəticəsini bu formada görmüş olmayacaqsınız. Daha sonra, məsələn, burada iki əsas şey var. Bir, xəritənin veb saytda göstərilməsi. Bir də ki, məsələn, YouTube-dan hər hansı bir məlumatın gətirilib göstərilməsi. Gəlin onları edək. Məsələn, Google Maps yazacağam bura. Google Maps yazıram. Bura daxil oluram. Bunu da biraz sola çəkirəm. Baxın, örneğin Bakıda hər hansı bir yeri biz gətirib göstərə bilərik də. Hər hansı bir yer, fərqi yoxdur. Baxın, bura klik edirəm. Bunun üzərinə klik edirəm. Klik edəndən sonra belə bir yer açılır bizim üçün. Burada paylaş hissəsi var, share hissəsi var. Bura klik edirəm. Baxın, burada embed a map var. Burada hal-hazırki yerdə linkdir. Bu linkdir. Link olaraq paylaşmaq olar. Amma bura klik edin, keçid edin. Burada iframe görsənəcək bizim üçün. Fikir verin. Və bunu copy HTML eləyirəm. Buradan kopya elədim və gəlirəm deməli HTML səhifəmə. Burada iframe təzədən yazıram. Bu formada src hissəsinə yapışdırıram. Səhv yapışdırdıq sanki. Hə, burada ehtiyac yoxdur, çünki onsuz iframe içərisində verir. Gətirir, birbaşa bura yapışdırmalıyıq elə bunu. Vəssalam, bu formada. Ctrl-S edirəm və gəlirik veb saytımıza baxdığımız zaman fikir verin. Bakının həmən xəritə gəldi burada görsəndi. Mouse'un sol düyməsi ilə basılı saxlayıb hərəkət elətdirə bilirəm. Bu indi o deməkdir ki, məsələn, baxın Bakını götürdük biz. Örneğin bizim hazırladığımız veb sayt hansı şirkətə aiddirsə, hansı yerə, quruma aiddirsə, həmən yerin ünvanını burada yazmaq olar. Əlaqə hissəsində məsələn ünvan olaraq göstərmək olur. Yaxınlaşdırıb uzaqlaşdırmaq üçün baxın Ctrl-u basılı saxlayın. Mouse'un təkəri ilə yaxınlaşdırıb uzaqlaşdırmaq mümkündür və ya tutub bu formada baxa bilirik. Bu formada böyüdə bilirik, silə bilirik. Buna vursaq bu xəritəyə də baxa bilirik. Yenə də buna vururuq. Daha sonra buna klik etsək baxın sağa sola gedə bilirik, yuxarı, aşağı, böyüdə bilirik, kiçildə bilirik. Bunları edə bilirik. Aydındır? Bu belə. Daha sonra burada məsələn bunu bunun içərisində indi src-si bu gəldi. Burada width height-i veribdir. Style hissəsi var. Borderi 0 olsun deyir, 1 olsun, 2 olsun deyə bilərik. Yəni kənarına border əlavə etmək. Allow full screen deyir. Yəni böyük ekran olmasına icazə vermək mənasını verir. Loading lazy göstərir. Bu da yüklənmə ilə bağlı olan bir şeydir. Nə zaman yüklənsin və s. Burada da razılaşma ilə bağlı belə deyə də
atributlar mövcuddur. Yəni bunları əzbərləməyə ehtiyac yoxdur. İstifadəsini bilmək kifayət edər. Məsələn, biz bunu belə də yaza bilərdik. Baxın, bu A-frame-i buradan Ctrl X eləyirəm. Bir dənə div yazaram. Div içərisində bir dənə H2 yazaram. Məsələn, xəritə deyirəm. Xəritədə ünvan. Ünvan deyirəm. Daha sonra düşürəm aşağı, buraya yapışdırıram. Bu formada qruplaşdıra da bilərik biz. Baxın, burada xəritədə ünvan və burada da bizim ünvanımız görsənmiş oldu. Aydındır. Ünvanları yəni bu formada göstərmək mümkündür A-frame içərisində. Bir də Ctrl-KC eləyirəm, Ctrl-S eləyirəm. Bir də gəlin YouTube-dan məsələn videonu necə gətirib göstərə bilərik veb saytımızda, onu da deyim sizə. Məsələn, YouTube yazıram, elə mənim birbaşa kanalım gəldi. Bura daxil oluram. Burada da gəlin məsələn hansı videonu götürək biz. Örnək olaraq baxa bilərik. Məsələn, gəlin bunu götürək elə. Baxın, bunu götürürəm, səsi bağlamışam. Burada paylaş hissəsi var. Fikir versəz əgər, paylaş hissəsi var. Buna klik edirsiniz. Baxın, burada kopya eləsəz bunu əgər, bu link olaraq kopyadır. Amma embed hissəsinə daxil olsanız, bura klik eləsəz, baxın, A-frame-i sizə verir. Bunu kopya edirsiniz buradan və ya seçib götürə bilərsiniz. Kopya elədim buradan, X verdim buna, keçdim öz səhifəmə və gəldim bura. İndi eyni qaydada gətirib bura, div içərisinə və s. də yapışdırmaq olar, birbaşa yapışdırıram mən. Ctrl-S eləyirəm və görəcəksiniz ki, artıq sizin veb saytınızda deməli YouTube-dan gələn həmin video render olunmuş olur. Baxın, klik edirik, bunu izlədə bilirik. Səsi alın buradan, mənə səs gəlir. Böyüdürəm buradan, böyüdüb baxa bilərik. Məsələn, burada keyfiyyəti artıra bilərik. Buradan 1080p eləyə bilərik bu formada ki, daha təmiz görsənsin görüntü. Buradan ayarları ilə oynaya bilərik. Yəni fərqli-fərqli şeylər etmək mümkündür. Qısacası xarici qaynaqları və s. hər hansı bir veb saytı, videonu, ünvanı Google Maps-dən və s. gətirib deməli A-frame vasitəsilə biz öz deməli saytımızda, HTML səhifəmizdə render edə bilərik bu formada. Aydındır? Demək olar hər üçün göstərdim sizə. Deməli veb saytlarının gətirib render olunması, YouTube videolarının gətirib render olunması, bir də ki, əsas məsələ xəritədən məlumatın gətirib səhifədə render olunması. Bunu çox-çox istifadə edəcəksiniz. Məsələn, ünvan hissəsində saytı hansı qurum üçün hazırlayırsınızsa əgər, onun ünvanı qeyd olunmalıdır. Dəqiq həmən ünvanı seçim edirsiniz. Ondan sonra A-frame formasında bu formada götürürsünüz və CSS ilə təbii ki, düzəltmələr olacaq. Örneğin gəlib burada ortada dursun ünvan, burada məsələn yazılar yazılsın, ondan aşağıda telefon nömrəsi və s. bu kimi şeylər olsun. Aydındır? Bunları CSS ilə etmiş olacağıq. Amma hal-hazırki vəziyyətdə biz sadəcə A-frame-in istifadəsini görmüş olduq. Bir sonraki dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.